Deyəcəklərim prinsipcə yoxdur. Yəni belə baxanda sonluqda Bünyamin müəllim biraz özümüzdən danışdı. Həqiqətən də özümüzü biraz dəyişməliyik. Biraz həqiqətən də mən çox istəyirəm. Mən icazə verin bunu deyim. Mən narahat oluram. Mən doğrudan bax Azərbaycan türkü kimi, Azərbaycan vətəndaşı kimi narahat oluram. Ermənistan belə görünür ki, Ermənistan da, Gürcüstan da bizdən güclüdür ki, onlar sərhədlərini açıq qoyub, biz sərhədimizi bağlamışıq, qorxuruq. Təhlükəsizlik var. Belə çıxır ki, Ermənistan hakimiyyəti, Gürcüstan hakimiyyəti bizim hakimiyyətdən daha güclüdür. Təhlükəsizliyini təmin edə bilir, bizim hakimiyyət təmin edə bilmir. Bu nə qədər absurd, nə qədər eybəcər bir vəziyyətdir. Biz niyə bu günə qalmalıyıq? Niyə mənim vətəndaşım çıxıb gedib Batumidə dincəlməlidir? Niyə mənim vətəndaşım Berlinə getmək üçün buradan gedir, Tiflisə təyyarə ilə oradan gedir? Niyə? Niyə bu qatar şeyləyiblər? Açıblar yolu. Ayıbdır, ayıbdır. Nə qədər görüntü üçün, nə qədər görüntü üçün eləyəcəyik hər şeyi. Mən o gün oxudum, həqiqətən şok oldum. Bir ay sonranın biletlərini... Azərbaycan hakimiyyətinin 4 problemi var. Birincisi şəffaflığın olmamasıdır. İkincisi hesabatlılığın olmamasıdır. Üçüncüsü kampaniyaçılıqdır. Dördüncüsü istəyir dünya dağılsın, Azərbaycan hakimiyyətinin bircə dənə işi var. Hakimiyyəti qorumaq, hakimiyyətin ömrünü uzatmaq. Stabmer istifa verir. Burada Bakının su alıb dağıdır, bir nəfər istifa verən yox, cəza alan yox. İnsan ölür, insan ölür. Ayıbdır, niyə? Mənim axı dövlətim bu qədər zəif deyil, sən niyə mənim dövlətimi belə zəif göstərirsən?